Emanol Addayi çox yaxşı formadadır. Bax, bu oyunda da qol vurdu. Və bu mövsüm ümumiyyətlə Qarabağın mən düşünürəm ki, ən güclü silahlarından biri Emanol Addayidir. Son 15 dəqiqə, 20 dəqiqə Qurban onu oyuna buraxır və o xaotik futbolu ilə müdafiəçiləri çaş-baş salır. Bax, Chelsea indi Qarabağı təhlil eləyərkən mütləq Emanol Addayini mən düşünürəm ki, Chelsea məşqçiləri xüsusi qabardıblar. Müdafiəçi tapşırıblar ki, buna qarşı diqqətli oynayın. Məsələn, bunu birə-bir qoymuyor, ikinci sıra ortaya gəlsin. Nəyə görə? Bunda güc var, sürət var. Bir də o taktiki baxımdan ağılsızlığı da var, biraz futbol ağılsızlığı. Qorxmur, müdafiəçilər üzərinə gedir. Əslində ona qeyri-standart gedişlər eləyən futbolçu demək olar. Bilsən, necə, bunu futbol oyunu, tərzi mən kimləri xatırladır, kimi xatırladır? Yəni, İspaniyada öküz yarışları olur ha. O öküzlər, o güclü öküzlər gedirlər bu kütlənin üzərinə. Addayi da o cür gedir müdafiəçilərin üzərinə. Bax, son 15-20 dəqiqədə yəqin ki, meydana çıxacaq və Chelsea müdafiəçiləri Addaydan özlərini qorusunlar. Çünki onlar da yorulacaqlar, metaldan, dəmirdən deyil orqanizmləri. Onlar da 3 gündən bir oyun oynayırlar və Addayi bu oyunda yenə özünü göstərə bilər. Bir qırmızı vərəqə aldırtıra bilər, bir penalti qazana bilər və bir qol da vura bilər uzaq məsafədə. Bir replika deməyə özümə borc bilirəm. Addayi ötən mövsümdən fərqli bu mövsüm həm də daha ağıllı oynamağa başlayıb. Elementar imişli ilə oyunda götür. Məsələn, bir dəfə Elvin Cəfərquliyevlə çox yaxşı divar paslaşması elədilər. Qol vurularkən çox düzgün açılmışdı. Bax, qolu deyirik, amma qolda baxdın Addayi necə düzgün açıldı ki, nə ofsayd xəttinə yaxalanmadı. Həm də top düz önünə düşdü və zərbəni də birinci cəhddə yox, ikinci cəhddə vurdu. Hətta bizim şərhdə olan həmkarımız da dedi ki, bəlkə ilk cəhddə bu zərbəni eləsəydi, müdafiəçi bloklaya bilərdi, amma çəkdi topu ikinci deyək ki, cəhdlə zərbəni vurdu və qol elədi. Ümumən baxırıq ki, bəlkə də o taktiki oyun anlam savadının hələ də ən üst səviyyəsinə gəlməyib bacarıqlarının. Amma ümumən götürəndə müqayisə etibarilə, hətta Şkenziyə ilə yadındadır, səfər oyunu var idi. Elə oradan belə yazılar da yazmışdıq, danışırdıq ki, bu biraz fərqli oynamağa başlayıb. Sanki get-gedə, mən yenə deyirəm, Qurban Qurbanov Addayiyə də futbol oynamağı öyrədə bilib.